Mən demişəm, adam var ya, deyir ki, mən pis günün dostuyam. Xahiş edirəm pis günün dostu olmasın. Xahiş edirəm hər günün dostu olun. Bilirsiniz, niyə pis günün dostusan sən? Sən dostluğun ağ gündə olmağını həzm eləyə bilmirsən. Yan qaçırsan ondan. Elə ki, deyirsən pis gündə ol, oturum səninlə ağlayayım. Paxıllıq var bizim içimizdə. Fəzilətlilərin fəzilətini həzm eləməyə mane olan paxıllıq var. Onlar da görürlər ki, bizdə paxıllıq var. Başlayırlar məzlumluğu qəbul eləməyə. Məzlumun nəyinə paxıllıq eləsin? Bizim o paxıllıq hissimizi aram eləyirlər ki, biz bədbəxt olmayaq. İmam Sadiq əleyhissalam bir neçə dəfə bir qiymətli paltar giyindi, dərhal irad tuturdular ki, bu nə paltardır? Sənin babam yamaqlı paltarda gəzib. Sən sevin ki, imam bu paltardadır. İmam da ona başa salır ki, cəmaatın səviyyəsinə uyğun yaşayırıq biz. Cəmaatın səviyyəsi ortadırsa, mən aşağı səviyyədə olsam, bu zillətdir, bu ayıbdır. İmamətin şəninə zərbət izah edirdi, hə, sakitləşirdi. İmam Baqir əleyhissalam neçə dəfə